Herkese salam. Bugün yeni bir vlog başladıram. Bugün rəfiqəmgilə yeni il qabağı qonaq gedirəm. Evdən çıxmışam, keçid keçirəm. Yavaş-yavaş gedirəm. Gəlib çatdım Həzəslanova. Rəfiqəm orada qalır. Metronun çıxışından asta-asta burada da gedirəm. Bu liftə görüntü. Rəfiqəmgilin qapısı yadımdan çıxmışdı. Ona görə axtara qaldım. Nəhayət tapdım. Bu rəfiqəmdir, sağ olsun, çox qəşəng süfrə açmışdı. Bu çay süfrəmizdir. Daha sonra isə yemək süfrəsinə keçdik. Əllərinə sağlıq, çox ləzzətli, çox belə estetik süfrə açmışdı rəfiqəm. Sonra yenidən çay süfrəsini açdıq və aldığımız tortla yeni iliniz mübarək yazılan tortla çaylarımızı içdik, söhbət elədik. Çox maraqlı keçdi və günümüzü bitirdik. Üçümüz də birgə. Artıq bizi yola salır rəfiqəm, biz evə gedirik. Amma çox xoş gün keçirdik. Və budur. Bu da Azadlıqda olan Heydər Əliyev parkıdır. İstədim bu görüntüləri sizə də göstərim. Çox gözəl bəzənib. 2026 yazısı var. Buradan da artıq mən evə gedib çatdım. Sağ olun, izlədiyiniz üçün minnətdaram.